Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkan formalaşdırmaq üçün müasir mərhələdə uğurla gerçəkləşdirdiyi layihələrin bünövrəsində 1-ci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır. Bu fikir Prezident İlham Əliyevin 1-ci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası həftəsinin iştirakçılarına müraciətində yer alıb. Müraciətdə həmçinin bildirilir ki, Türk Dünyası ailəsi böyük bir sivilizasiya yaratmış əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır. Biz bu ailənin möhkəmliyi və sarsılmazlığı naminə var qüvvəmizi bundan sonra da əsirgəməyəcəyik. Tədbirə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, 1-ci Türkoloji Qurultay Türk dünyasının ortaq tarix, dil və mədəniyyət şüurunun formalaşmasında mühüm rol oynayıb. Diqqətə çatdırılıb ki, Türk Dövlətləri Təşkilatının fəaliyyəti də İsmail Qaspralı'nın dildə, fikirdə, işdə birlik prinsipi əsasında getdikcə daha da dərinləşir və 1-ci Türkoloji Qurultayın müəyyənləşdirdiyi baxış bugün də yol göstərici rolunu oynayır. Eyni zamanda diqqətə çatdırılır ki, Türkiyənin əsas məqsədi Türk dünyasının ortaq tarixinə, dilinə və mədəniyyətinə sahib çıxaraq bu irs üzərində Türk əsrini birlikdə inşa etməkdir. Tədbirdə həmçinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızstan Prezidenti Sadır Japarov, eləcə də Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin müraciətləri də yer alıb.